Hər kəsə salam. Bugün 33-cü gündür. Çöldə ən nifrət elədiyim bol günəşli və küləkli hava olsa da idmana çıxdım. İşlə bağlı məsələlərə başım qarışdığı üçün bir neçə gündür video çəkə bilmirdim. Nəhayət bugün vaxt tapdım. 5 gündə ardıcıl ip tullanıram və fərqinə vardım ki, yağ yandırmaq üçün ən ideal şeylərdən biriymiş. Trenajora getmirəm deyə çalışıram. Hər gün incline press, qol arxası və turnik hərəkətlər eləyim. Yəni qısaca demək istədiyim idmana eləmək istəyənin bəhanəsi olmur. Səhər yeməyim kivili yulafla yumurta omletdir. Günə belə başlayıb bütün bunları eləyəndən sonra özümü bir moka ilə mükafatlandırmağa qərar verdim və bir şeyin fərqinə varmışam ki, işdən çıxandan bəri işlədiyim müddətdən daha çox kofe içirəm. Belə ki, bu mənim üçün bir işdən daha çox həyat tərzidir. Taran götürdüm, əlimi öyrəşdirmək üçün daha incə akkorları məşq edirəm. Öyrəndiyim bu az müddət ərzində minimum 8-9 mahnı ifa edə bildiyim və YouTube-dan baxdığım şeyləri daha rahat başa düşdüyüm üçün xoşbəxt hiss edirəm. İngilis dilindən listening elədim, ondan bir səhvim çıxdı, amma elə də çətin deyil. 3-cü kitabımın bitməyinə az qalmış 5-6 gündür fasilə vermişdim deyə təzədən başladım. Bayram günüdür deyə 2 səhifədən çox oxumadım, bağladım. Bu arada hamınızın Novruz bayramını təbrik edirəm. Hələlik.